Bakıya çox yaxın bir yerdə, Abşeron rayonu ərazisində belə bir gözəl mənzərəli yer var. Bura, buranın adı Otman keçidi deyirlər. Niyə görə Otman keçidi? Çünki iki vulkanın arasında yerləşir və bu istiqamətdə Otman Bozdaq filtrəsidir. Və ya da Palçıq vulkanı bax bu istiqamətdə. Bu istiqamət isə artıq Çuxuroğlu Bozunun ətəkləridir. İlk dəfə tədqiqata və yaxud da gəzməyə başladığımız yerlərdən biridir Otman keçidi. Əvvəlki kimi mənzərəsi çox vahiməlidir, çox gözəldir. Burada bax bu gördüyünüz daşlar, yığılma daşlar, səliqə ilə yığılma daşlar və ərazidə çoxlu səpələnmiş saxsı nümunələri burada yaşayışın qədimi olduğunu göstərir. Yəni burada yaşayış olub. Orada da o vaxt gəzəndə ağıl tapmışdıq. Ağıl elə bir ki, qaya buradan görünəcək. Bilmirəm o da görünəcək yoxsa yox. Qayadır, altında boşluq əmələ gəlib. O da boşluq əmələ gəlib və ətrafın daşla tikiblər. Xırda buynuzlu malqara saxlamaq üçün istifadə edirlər. Müvəqqəti sığınacaq olub elə bir ki. Əlbəttə ki, çobanlar burada qış mövsümündə malqara otarırlar. O vaxt biz bura gələndə bu arxamda görünən daş karxanaları, Qarabağ daş karxanaları, Qaradağ daş karxanaları idi və görünən odur ki, onlar artıq çox irəliləyirlər. Məsələn, o vaxt bu yolla gəlirdi. İndi artıq bu yol göründüyü bax bu sənaye tullantıları ilə bağlanıb. Əlbəttə ki, karxananın içindən gəldik. Çox təəssüf doğuran məqam odur ki, görünən budur ki, daha doğrusu, bu karxana öz sənaye tullantısı ilə bu əraziyə doğru irəliləyir. Burada nəinki təbiət, həm də tarixi abidəmizi məhv eləməyə doğru gəlir. Artıq sual odur ki, nəinki qorumaq. Bu abidə dağılana kimi siz bura gələ biləcəksiniz yoxsa yox? Artıq sual budur.